Çak Palanik Döyüşçü klubu. Bu roman ötən əsrin 90-cı illərində yazılmış ən yaxşı, ən qalmaqallı əsərlərdəndir. İstehlakçı cəmiyyətdən və Amerika mədəniyyətindəki mərdlik anlayışının dəyişməsindən getdikcə daha çox narazı qalan baş qəhrəman bu durumla mübarizə aparmaq qərarına gəlir. Bunun üçün radikal psixoterapiya yolunu seçərək gizli döyüşçü klubu yaradır. Siz bu kitab əsasında çəkilmiş Döyüşçü klubu filminə baxmısınızmı? O zaman bu kitabı da oxumağınızı tövsiyə eləyirik. Döyüşçü klubunun birinci qaydasında deyilir: Döyüşçü klubu barədə heç kimə danışmamaq. Mənim dözülməz xasiyyətimdən hamıdan çox əziyyət çəkən Carol Meaderə həsr edilir. 1. Bu Tayler gah məni ofisant işinə düzəldir, gah da tapançanın lüləsini ağzıma dürtərək bildirir ki, əbədi həyat qazanmaq üçün əvvəlcə ölmək lazımdır. Düzünü desəm, uzun müddət biz Taylerlə yaxşı